Sumqayıtda lift təsərrüfatının müasir tələblər səviyyəsində yenidən qurulması, sakinlərin təhlükəsiz və rahat lift xidmətləri ilə təmin olunması istiqamətində son 11 il ərzində mühüm layihələr həyata keçirilib. Bu sahədə görülən işlər Sumqayıt Şəhər İcra Hakimiyyətinin şəhər təsərrüfatına, xüsusilə çoxmənzilli binalarda yaşayan sakinlərin rahatlığı və təhlükəsizliyinə göstərdiyi diqqətin mühüm istiqamətlərindən biri kimi diqqət çəkir. Liftimiz əla işləyir. Qabaqçından ən azı 3 dəfə sürətlidir, sakit işləyir, içində kondisioneri var. Liftdən də razıyıq, Allah köməyiniz olsun, yaxşı işləyir. Sumqayıt Şəhər Lift Servis Birliyindən verilən məlumata görə, son 11 il ərzində şəhərdə lift təsərrüfatının yenilənməsi və müasir standartlara uyğunlaşdırılması məqsədi ilə ardıcıl tədbirlər həyata keçirilib. Bu müddət ərzində 559 lift yenisi ilə əvəz olunub, 112-də əsaslı təmir işləri aparılıb. Təkcə 2025-ci ildə istismar müddəti başa çatmış, Sumqayıt şəhərində 30 ədəd lift, müasir standartlara cavab verən lift tamamilə yenilənmiş və sakinlərin istifadəsinə verilmişdir. Bu istifadəyə verilən liftlər bütün müasir standartlara cavab verir. Bunların hər birində ayrıda evakuator sistemi adlanan qurğular var ki, bu hər hansı bir elektrik kəsilməsində liftdə qalan sakinin ən yaxın mərtəbəyə çatdırılması və qapıların avtomatik açılaraq sakinin təxliyəsinə imkan yaradır. Bu qurğu hazırda Sumqayıt şəhərində 30 liftdə var. Gələcək perspektivdə bunun sayının genişləndirilməsi nəzərdə tutulur. Azərbaycanda ilk dəfə məhz Sumqayıtda yaradıldığı bildirilən lift xidmətinin intellektual idarəetmə mərkəzi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Gördüyünüz kimi bura Lift Servis Birliyinin mərkəzi dispetçer xidmətinin otağıdır. Hal-hazırda siz gördüyünüz ekranda Sumqayıt şəhərində olan lift parkında olan bütün liftlər hazırda ekranda, monitorda əks olunur. Bunların hər birinin fəaliyyəti 24 saat ərzində real vaxt rejimində izlənilir. Bu liftlərdə istənilən baş verən nasazlıq, dayanma, təxliyə baş verərsə, dərhal ekrana siqnal çıxır və bizim növbədə olan əməkdaşlarımız dərhal müdaxilə tədbirlərinin görülməsi üçün işlər həyata keçirilir. Xanım, biz Sumqayıt şəhər 6-cı mikrorayon, bina 23, 2-ci blokda liftdə qalmışıq. Bizə kömək eləyin. Liftdə liftdən olardı, eşitdiyin. Qapılardan kənarlaşdırıb, liftdən daxil olunur. Bəli, eşidirik sizi, eşidirik. Siz liftdən çıxabilirsiniz? Xeyr, lift hələ bağlıdır. Bəli, gördüyünüz kimi dispetçer xidmətinin köməyi ilə biz liftdən çıxa bildik. Onu da bildirək ki, həmin bu liftlər çox müasirdir, hətta kamera sistemi də quraşdırılıb liftlərə. Təkcə onu qeyd etmək kifayət olar ki, cari ilin ikinci dövründə 1507 çağırış qeydə alınmışdı. Bu daxil olan çağırışların 39%-i sutkanın axşam və gecə saatlarında baş vermişdi. Daxil olan çağırışlara operativ müdaxilə tədbirləri həyata keçirilmişdi. Hər hansı təxliyə işləri zərurəti yarandıqda təxliyələr aparılmışdı. Bütün bu işlərin həyata keçirilməsində Sumqayıt Şəhər İcra Hakimiyyətinin Lift Servis Birliyinə göstərdiyi diqqət və qayğı xüsusi vurğulanmalıdır. Məhz bu gördüyünüz sistem, idarəetmə modeli Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının lift təsərrüfatında müasir idarəetməyə verdiyi önəm nəticəsində yaradılmış bir sistemdir və bu gün də real nəticələr verməkdədir. Şəhər rəhbərliyinin lift təsərrüfatının vəziyyətinə diqqətlə yanaşması, bu sahədə mövcud problemlərin həlli və maddi texniki bazanın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri dəstəkləməsi, şəhər sakinlərinin rahatlığının və təhlükəsizliyinin təmin olunmasına xidmət edir.